Çox sağ olun. İrs Folklor Ansamblı təşəkkür edirik sizə. Bu da bir tütəyi xüsusilə önə vermişsiniz bu ifada. Sidqi müəllim, ney? Amma necə səsləri oxşardı tütəylə neyin? Mən bir şeyi başa düşmədim. O Abbas dayı, bizim neçə ildir Abbas dayı İrs Folklor Ansamblındasınız siz? Əziyyət çəkməyin. Neçə ildir? 30 ilə yaxında Abbas dayı bu, deməli, İrs Folklor Ansamblında fəaliyyət göstərir. Bu ifa zamanı nə olmuşdu belə? Dururdunuz, otururdunuz, dururdunuz, otururdunuz. O mənim yolumdur. O sizin yolunuzdur. Sizin yolunuz haqq yoludur Abbas dayı. 3-cü oktava mənə aiddir. 3-cü oktava sizə aiddir. Bir dənə solo zəhmət olmasa, o zurna bizim Novruzun gözəl adətidir də, hə? Balaca bir şey, çox yox. Bax elə burada eksprompt, tamaşaçıların gözü qarşısında bir ürəklə, bir güclə ona yaxşı-yaxşı piliyin, bir səsi çıxsın bu Novruzda bizim o zurnanın, milli alətimizin, hə? Bəh, mübarək olsun bayramımız. Alqışlayın da, ne olar Abbas dayını? Can, sağ ol sənətkar, sağ ol. Çox sağ olun. Sağ ol Abbas dayı, sağ ol. Ay Abbas dayı, neçə yaşınız var? 65 yaş. Gəldi keçdi. Maşallah, mən bir söz Həyat deyim. yolum keçmə keçdi. Bilmədim bu yaş necə keçdi. Bir də baxdım, yaş 65'di. Əla. Amma 65 yaşı üçün çox gözəl gücünüz, qüvvəniz var. Özdə belə, indi rus dilində deyəcəm, tamaşaçılar məni bağışlasın. Çünki yəni, daha yaxşı belə, yaxşı razqon götürməyiniz var. Bu zurnanı çalanda belə yaxşı razqon götürürsünüz. Özdə, bilmirəm, aranızda ədavət var. Nədir? Birbaşa nağara çalanın üstünə piliyirsiniz. Neysə var burada. O da işarədir da. İşarədir ki, yəni bax ha, burada mənəm, hə? Çox sağ olun. Bilirəm. Ay, sizin mimikalarınız dəhşətdir. Sizlə belə Abbas dayı, Allah can sağlığı versin əzizim. Yaman ifa elədi, hə Bayram müəllim? Siz də qulaq asırdınız orada böyük bir zövqlə. Bayram Rüstəmov bizim studiyamızda da əziz tamaşaçılar. Nəsrəddin